Dostlar, namaste. Bilirsiniz, həyatda biz nələrisə ödənişsiz, pulsuz, hədiyyə olaraq əldə edəndə sanki onun qədrini anlamırıq, qədrini bilmirik. Bizim zehnimiz elə çalışır. O demək deyil ki, biz naşükürük və yaxud heç nə dəyərləndirə bilmirik. Düşünün, insan bir avtomobil alanda və yaxud telefon, fərqi yoxdur. Sən onun vaxtı-vaxtında qulluğuna qalırsan, çalışırsan onu elə istifadə edəsən ki, o cızılmasın, korlanmasın, ömrünü uzadırsan, çox sayğı ilə yanaşırsan. Çünki sən ora külli miqdarda enerji vermirsən, yəni pul vermirsən, onun qədrini bilirsən. Amma sənə nələrisə hədiyyə verəndə, sən sanki belə ona bir şey olanda da deyirsən ki, okey da oldu da, belə ürəyin o qədər də yanmır. Bir düşünün, bir çox şeylər həyatımızda elədir, fərqi yoxdur. Bizim bədənimiz bizə Allah tərəfindən böyük bir hədiyyədir. Və ona görə də insanlar onun qədrini bilmir. Ortaya sual çıxır, nəyə görə bu baş verir? Çünki biz, yəni beynimiz belə işləyir. Baxın, insan dünyaya gələndə onu necə istifadə etmək bir kitabı, sənədi sənə verilmir. Yəni sən dünyaya gələndə klinikada həkim sənə bir kitab vermir ki, istifadə qaydası. Amma sən hansısa bir cihazı alanda fərqi yoxdur. Balaca bir dənə kolonka alırsan, içindən bir dənə kitab çıxır ki, bunun belə istifadə elə, elə istifadə elə, hər şey sənə izah edir. İnsanlara o istifadə kitabı verilmir. Ona görə də biz hansı ölkədə dünyaya gəliriksə, o ölkənin milli ənənəsi, yəni orada nə varsa, hansı qaydalar işləyirsə, biz elə başlayırıq böyüməyə, elə yetişirik. Fikir verin, başqa ölkədə dünyaya gələn insanlar necə də bizdən fərqlidirlər. Çox fərqlidirlər, hər şeydə. Düşüncə tərzində, yeməkdə, hər şeydə fərqlidirlər. Paltarda. Ona görə də yəni bu baş verir, bu normal bir haldır və sonra müəyyən vaxta çatanda, misal üçün, kimdəsə aydınlanma, özünü anlama, sanki belə həyatı dərk eləmə prinsipi təxminən 25 yaşından yuxarı baş verir. Çox nadir hallarda müdrik ruhlar var, hansılar ki, hətta 19-20 yaşında da onda o baş verir. Mən şəxsən elə adamlarla tanış olmuşam Hindistanda. Deməli, normalda 35-40 yaşına sən artıq başlayırsan həyatı dərk eləməyə, anlamağa ki, yox, mən bu şeyləri yeməyim, bu şeylər çox ziyanlıdır, məni öldürür və yaxud mən vaxtımı daha səmərəli istifadə edim. Anlayırıq, negativdə olan insanlar necə də bizi yükləyirlər, yəni bu şeylərin fərqinə dalırıq. Bu normal bir haldır, zaman keçdikcə. Ümumiyyətcə, yoga fəlsəfəsi deyir ki, sən 40 yaşına kimi sənin həyatın cızmaqara bir dəftərdir. Sən bir çox şeyləri keçirsən, evlad dünyaya gətirirsən, ailə qurursan və s. Həyatı sanki belə şuursuz formada yaşayırsan. Sənin valideynlərin, maman, sənə yaxın olan insanlar, kim ki sənə tərbiyə verib, onların sanki dizayn etdikləri bir həyat formasını beyinlərində sənə keçirdirlər və sənin də zehnin o məlumata uyğun formalaşır. Az çox, yəni hər ölkədə bu baş verir. Sonra artıq sən başlayırsan həyatı anlamağa. Kimi ilə ünsiyyətdə olasan və yaxud olmayasan, özünə dəyər verirsən, başlayırsan anlamağa ki, yox, mənim bədənim müqəddəsdir. Nə olsun o mənə hədiyyə olaraq verilib? Əslində o sənin seçimindir. Onun qədrini bilməyə başlayırsan və burada
maraqlı məqamlar ortaya çıxır. Fiziki hərəkətlər, inandırım sizi dostlar, çox önəmlidir. Sənin birbaşa uğurlu olmağın, sənin xoş abu-havada, xoş halda olmağın, insanlara qarşı sevgi, kainata qarşı sevgi, Allaha qarşı sevgi. Baxın, əgər sənin bədənin sağlamdırsa, güclüdürsə, sənin bədəninə xəstəliklər gəlmir. Çox belə nadir hallarda. Əlbəttə, xəstələnməyən insan xoşbaxt insandır. Yəni sən o klinikanın yollarıdır, neysə, gedim qan analizi verim, gedim o analizi verim, bu analiz verim. Sən o qədər özünü yaxşı hiss etməyə başlayırsan, sənin zehnin o məlumatları silir. Şəxsən mən, sizin hər birinizə onu arzulayıram, bilmirəm hansı klinika hardadır, amma bir çoxunuz siz onları adla tanıyırsınız. Kaş ki sizin yolunuz belə təbiətə olsun, gözəlliyə, dağlara gedəsiniz mənim kimi, klinikalara, hansısa bir xəstəliyinizi araşdırmağa, həll etməyə, yox. Sizin hər bir səyahətiniz xaricə olsun, belə əyləncəli dolu səyahət, xəstəlik dalıcan, araşdırma dalıcan gelmir. Mən bunu sizin hər birinizə arzulayıram. Amma bu günləri əgər siz məni başa düşmürsünüzsə, bu da normal haldır. Çünki zehnimiz bizdən müəyyən məlumata görə olaraq çalışır. Misal üçün, belə bir söz var, o insan cahildir, başa düşmür. Məncə cahillik yoxdur. O insan da gözəl insandır. Amma sadəcə olaraq o, başa düşdüyü qədər səni anlaya bilər. Sən danışırsan kosmik şeylərdən, misal üçün, mən danışıram elə şeylərdən ki, çox adamın gülməyə gəlir ki, bu nə danışır, işi gücü yoxdur və s. Amma bəzi insanlar anlayırlar, görürlər ki, bunun sözündə həqiqət var. Elə insanlar da var, onlar mən elədiklərimi, mən dediklərimi qələmə alırlar, edirlər və görürlər ki, aha, bu işləyir. Bizim fərqimiz odur ki, sadəcə olaraq mən nələrisə sizdən biraz qabaq başa düşmüşəm, anlamışam və siz o yola indi gəlirsiniz. Bu da normal haldır. Fiziki hərəkətlər, idman inanılmaz dərəcədə bizim həyatımızda böyük əhəmiyyət daşıyır. Böyük onun rolu var. Bunu anlayın. Baxın necə mən bu ifadəni, bu sözləri emosional, duyğusal deyirəm. Çünki siz mənim titrəşimi, mənim enerjimi hiss eləməlisiniz ki, bu həqiqətdir. Sən bu günləri başa düşdün, başa düşmədin, et. Yoga ilə məşğul ol, bədənin tərrəsin, səndə olan o enerjilər aktivləşsin. Nəyə görə? 3 gün, 2 gün yogaya gələn insan, ətraf ona deyir ki, sənə nə olub? Sanki belə gümrah olmuşsan, sanki işıq saçmağa başlamısan, pozitiv olmuşsan, sən həyatında nə baş verir? Yəni, bu sözləri mən hər həftə kimdənsə eşidirəm. Çünki enerjilər aktivləşir. Hər il insan bədəni 2-3% əzələ kütləsi itirir. Və insan yaşadıqca illər önə gedir. Baxın, sizə əzələ kütləsi lazımdır ki, siz 50 yaşında, 60 yaşında, 70 yaşında bədəninizi tuta biləsiniz, bədəninizi saxlaya biləsiniz. Sizə kor əzələsi çox önəmlidir. Baxın, bir çox insanlar sanki belə dondurma kimi axıblar. Əzələ kütləsi yoxdur. Adam bütün ömrünü yemək yiyib, qeybət edib, yəni belə keçirdi. Və öz dünyasını başqa insanlara belə sıramaq istəyib, vəhşicə. Yox, həyat budur. Sən belə elə, sən elə elə. Məsləhət verməyi də keçib. Amma əslində özünə məsləhət lazım idi. Çünki zehin bağlıdır. Bu, olduqca önəmli bir mövzudur. Mən inandırım sizi, bu sözləri, bu bir mesajdır. Baxın, sizin həyatınız dəyişmək istəyəndə, Tanrı sizin həyatınızı dəyişmək istəyəndə sizə mesajlar yollayır. Bu videonu siz elə-belə baxmırsınız. Əgər qarşınıza çıxıbsa, orada bir kəlam var. Yəni, bunu anlayın.
bu məlumatı eşidirsiniz. Okey, ola bilsin siz birdən-birə nələrisə etmək çətindir. Yəni mən özüm də müəyyən səviyyələrə çatmaq üçün mən uzun müddət müqavimət göstərirdim. Mən boynuma alıram ki, mən deyirdim ki, o yoga nədir? Orada mənasız bir şeydir. 10 dillər oxuyurlar, qızlar üçündür. Mən uzun illər bunu demişəm. Amma sonra zaman keçdikcə anlamışam və bu yolu seçmişəm, tanış olmuşam və özümə həyat yolu olaraq, bir missiya olaraq götürmüşəm. Yəni düşünün, biz indi çox fərqli ola bilərik. Bəzi şeyləri siz eşidirsiniz, amma razı olmaya bilərsiniz. Yekunlaşdıraq, çox önəmlidir. Fiziki hərəkətlər, sənin bədənində o enerjilər qalxır, sənin sağlamlığın, sənin uğurun. Baxın, uğurlu bədən, güclü bədənə uğur gəlir, həyat gəlir, bolluq gəlir. Hamınız pul istəyirsiniz. Açıq etiraf edək, hamımız zəngin olmaq istəyirik, hamımız uğurlu olmaq istəyirik. Amma sənin bədənin əgər güclü deyilsə, sənə uğur çox çətinliklə gələ bilər və yaxud heç gəlməyə bilməz. Çünki enerjilərin də bağlıdır. Sanki kainat səni mükafatlandırmaq istəmir. Sən büzüşmüsən, sən sıxılmısan. Amma sən bu günləri qamətini düzgün saxlamalısan, sən enerjilərini aktivləşdirməlisən. Onda Tanrı səni daha tez eşidir, daha tez mükafatlandırır. Çünki sən artıq işıq saçmağa başlayırsan. Ətrafındakı insanlar səni görür, seçir. Baxın, mövzular həqiqətən də bir-birinə qarışıqdır. Misal üçün, elə insan var, həyatında sevgi axtarır. Bilməm, həyatımda sevgi yoxdur. Eyni zamanda da həyat onu çox sıxır. Əslində qalsa, onu həyat sıxmayır. O özünü sıxır. Çünki beyin elə bir məlumatla işləyir ki, sən uğursuzsan, səndə alınmır, bütün günü fikrini, diqqətini yönəldib başqa insanlara. Elə insan köklənir negativə və gün-gündən daha da başlayır sıxılmağa, daha da ona həyat ağır gəlir. Çünki negativdə yaşayır. Yenidən qayıdıram başlanğıc mövzuya. Özümüzə dəyər verməmək nə deməkdir? Yəni bu bədən sənə pulsuz gəlib və sən buna dəyər vermirsən. Özünü sıxırsan, şükür etmirsən. Sənin hər günün bir alqışa bərabərdir. Yəni sən hər gün Allahını alqışlamalısan ki, mən bu günləri gözlərimi açdım, mən yaşayıram, mən bu həyatdayam. Yəni əsl motivasiya odur. Sən nələrdənsə motivasiya almamalısan. Sən öz təbəssümündən motivasiya almalısan ki, mən bugün yaşayıram, mən bugün nəfəs alıram, mən bugün daha yaradıcı olmalıyam və onda sənin şuurun, bədənin köklənir pozitiv enerjilərə. Sənin həyatına maraqlı nə gələcəksə, o pozitivlikdən gələcək. Təbiətdə belədir. Təbiətdə bir bitki, bir gül heç vaxtı düşünmür. Mən bu günləri bir az çiçəklənim, bir az gül açım və yaxud açmayım. Yox. O düşünmədən, çünki müəyyən titreşimlərlə yaşayır. O başlayır gül açmağa. Heç vaxtı düşünmür. Amma insan düşünür. İnsan hər şeydə düşünür. Hər şeydə analiz edir. Sabah nə olacaq onu heç kim bilmir. Amma sən bu günləri oturub sabahki günün dərdini çəkirsən, fikrini çəkirsən, axışda ol, xoşbaxt ol, huzurlu ol. Baxacaqsan ki, sən özünü o qədər gözəl hiss edirsən və sənin bədəninə heç bir xəstəlik, heç bir problem, heç bir çətinlik gəlməyəcək. Çünki sən artıq başqa bir ölçüyə keçirsən. Bunu mütləq anlamaq lazımdır. O qədər həyatımız dəyərlidir. Həyatımıza böyük dəyərlə yanaşmalıyıq. Sanki bu bir zibil vedrəsi deyil. Sən əlvə keçəni götürüb yeyirsən, əlvə keçəni götürüb yeyirsən. Yox, biraz şuurlu ol. Təbii şeylər ye. Sən xırda testlər et. Misal üçün, nə isə götür, ye. Əgər sən özünü belə ağır hiss elədin,
gücsüz hiss elədin, sanki bütün enerjilərin getdi. Deməli, o yemək sənə düşmür və sən onu illərlə təkrar edirsən, yeyirsən. Sən necə də daxili dünyanı başlayırsan çökdürməyə. Sən daxilini gözəlləşdirəcəksən, daxilinə yatırım edəcəksən. Daxilinə yatırım odur ki, sən idmanla məşğul olursan, yoga ilə məşğul olursan, fərqi yoxdur. Aqressiv idman növü amma olmasın. O səndə daha da aqressiya yaradar. Misal üçün, boks və yaxud neysə döyüş, o aqressiv idman növüdür. O sənin əksinə sinir sistemini zərərləyir. Sən xoş şeylərlə məşğul olacaqsan, dartılacaqsan, gəzintilərdir, özünə yatırım edəcəksən. Bu çox önəmlidir. Yəni, biz bu günləri bunu anlasaq, baxacağıq ki, hətta 10-15 il insan azı ömrünü geri ata bilər. Yəni, qocalma prosesini sürətlə ləngidə bilər. Gəlin diqqətimizi yönəldək özümüzə, özümüzü sevək, daha çox sayğı ilə yanaşaq, özümüzə hörmət edək, bu çox önəmlidir. Yəni, bu günləri mən gedib kimi ilə gəldi, oturub durmuramsa, deməli, mən özümə hörmət edirəm. Öz sinir sistemimə, öz huzuruma. Bu günləri seçim sənindir, hər zaman seçim sənindir. Nə yeyirsən, seçim sənindir. Kimi ilə ünsiyyətdəsən, seçim sənindir. Harada işləyirsən, yenə də seçim sənindir. 300 manata görə, 500 manata görə, artıq o miqdara görə özünü qurban vermə. Öz sinir sistemini zədələnmə. İmkan vermə sənin qürurunu əssinlər. İşini deyiş. Harada ki, sənə daha sayğı ilə, daha sevgi ilə yanaşırlar və yaxud öz işini qur. İlk anlarda ola bilsin, çətin ola bilər. Çünki hansısa bir işə başlayanda birdən-birə pullar axmır. Sən sınaqda olursan, sən özün başlayırsan. Amma sən ən azından öz huzurunu əldə edirsən. Sən öz huzurunu heç bir pula əldə edə bilmərsən. Yəni, biraz çalışmalıyıq, satqın olmayaq. Öz bədənimizi, ruhumuzu, özümüzü satmayaq, değişməyək, onu əldə edək. Gününüz gözəl keçsin. İnanıram ki, mənim dediklərim sizə faydalı oldu. Hər şey öz əlimizdədir. Yenə də deyirəm, əgər bugün hazır deyilsənsə, narahat olma. Zaman keçəcək, ola bilsin bu sözləri yada salacaqsan və yaxud buna oxşar bir mövzular qarşına çıxacaq və sən yenidən qayıdacaqsan özünə dəyər verməyə. Namaste.